dünya sistemində münasibətlər sürətli dəyişir. Daimi əməkdaşlıqlar, daimi müttəfiqlər görsənir ki, çətindir formalaşdırmaq. Situativ münasibətlər yaranır. Rusiya-Ukrayna müharibəsi dünya düzənini dəyişdirməkdədir. Və burada Ermənistan bu yola başlayanda Paşinyan hakimiyyəti ilə qarşıya qoyduğu siyasi hədəflərə çatmaması onu siyasi seçimlərdə dəyişiklik etməyə məcbur edir. Ermənistan siyasi hakimiyyəti Sorosun dəstəyi ilə formalaşmış bir hökumət idi. Və bu əsas dəstəyini, müttəfiqliyini Amerikadan və Avropa İttifaqının müəyyən ölkələrindən Fransanın timsalında güdürdü. Amerikandan xatırladım ki, Biden hakimiyyəti dönəmində kifayət qədər böyük dəstək aldı. Bu, Qarabağ dinləmələri Senatda, birinci dinləmə, ikinci dinləmə, James O'Brien'in, Yuri Kimin Ermənistana verdikləri dəstəklər, o cümlədən Fransadakı Macron hakimiyyətinin mövcud dəstəkləri Fransanın hərbi saziş, ilin sonu tamamilə doğrudur. Ümumiyyətlə, Avropa İttifaqına inteqrasiya ilə bağlı qanun qəbulu, müxtəlif bunu misal çəkə bilərik. Yəni, Ermənistan siyasi hakimiyyəti qarşıya qoyduğu siyasi strateji hədəf Rusiyadan əlaqələrin kəsilməsi siyasi baxımdan Avropaya inteqrasiya idi. Amma o planın baş tutmadığını biz müşahidə edirik. Çünki Amerika hakimiyyətinin dəyişməsi və onun Avropa Birliyi ilə, Rusiya ilə bağlı və regionla bağlı siyasətindəki prioritetlər, o cümlədən Avropa İttifaqının regional səviyyədə siyasətinin acizliyi və Ermənistanın iqtisadi cəhətdən, hərbi cəhətdən Rusiyadan asılılığı, Azərbaycanla sülh bağlayıb kommunikasiyaları aça bilməməsi, Türkiyənin sərhədləri açıb iqtisadi azadlıq əldə edə bilməməsi Ermənistanı ağır seçim qarşısında qoyur. Bu seçim Rusiya ilə onu yaxınlaşmağa məcbur edir. Az əvvəl mən bildirdiyim kimi də bunu Rusiyadan yaxınlaşmağın, Rusiyanın təkrar orbitinə düşməyinin qarşısını alan ən ağıllı addım Azərbaycana yaxınlaşmasıdır. Azərbaycanla sülh sazişini bağlayıb Türkiyənin sərhədlərinin açılması məsələsidir. Burada onu da vurğulamaq istəyirəm ki, Ermənistan-Ankara siyasəti, Ermənistan-Bakı siyasəti ayrı-ayrılıqda mövcud deyil. Türkiyə, Azərbaycan vahid, Ermənistan vahid bu iki dövlətlə siyasəti mövcuddur. Yəni, ayrı-ayrılıqda Ankara ilə əməkdaşlığa gedib sərhədləri açılmaq siyasəti baş tutmayacaq. Çünki görsənən odur ki, qardaşımız Türkiyə Cənubi Qafqazla bağlı siyasəti Bakı ilə koordinasiyalı formada həyata keçirir. Bakının fikri burada əsas baza sayılır. Bu baxımdan Ermənistan üçün ən əlverişli fürsət Azərbaycanla münasibətləri düzəldib, sülh sazişi bağlayıb, Zəngəzur dəhlizi açılıb, Türkiyənin sərhədlərinin açılmasıdır.